Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır. Studiyamızda Bakı vaxtıdır. Bu il 2025-ci il Azərbaycanda dövlət səviyyəsində Konstitusiya ili elan olunub. 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu il 2025-ci il Azərbaycanda dövlət səviyyəsində Konstitusiya ili kimi qeyd olunur. Xatırladıram ki, bu il 2025-ci il həm də Azərbaycanda 44 günlük savaşın sonunda Azərbaycanın qazandığı böyük zəfərin 5 illiyidir. Konstitusiyamızın dövlət səviyyəsində elan olunması həm də bu tarixi il dönümü ilə də bağlıdır. Eyni zamanda 2025-ci ildə Konstitusiyamızın qəbul olunmasının 30-cu il dönümüdür. Biz bu məsələlərlə söhbət etmək üçün bugün studiyamızın qonağı AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədovu dəvət etmişik. Etibar müəllim, xoş gəlmisiniz. Xoş gördük. Necəsiniz Etibar müəllim? Mən yaxşıyam. Arzum odur ki, siz yaxşı olasınız. Təşəkkür edirik. Az öncə də qeyd etdiyim kimi, bu il 2025-ci il Azərbaycanda dövlət səviyyəsində Konstitusiya ili elan olunub və onu da izləyicilərimizə məlumat üçün xatırlatdım ki, bu il zəfərimizin 5-ci il dönümüdür. 44 günlük savaşın sonunda Azərbaycan ordusunun qazandığı böyük zəfər birinci kiçik yubileyi də deyə bilərik bu il və Konstitusiyamızın dövlət səviyyəsində elan olunması bu il dönümünə də təsadüf eləyir. Eyni zamanda Azərbaycanda Konstitusiyanın qəbul olunmasının 30-cu il dönümüdür bu il. Ümumiyyətlə, bu məsələlərlə bağlı sizin fikirlərinizi eşitmək çox maraqlı olardı bizim üçün. Buyurun Etibar bəy. Təbii ki, bizim üçün qələbəmizin 5 illiyini qeyd etmək ən böyük bir fəxarət hissidir. Uzun müddət bütün millətin gözlədiyi, arzu elədiyi və tələb elədiyi bir proses baş verdi. Yəni Azərbaycan əraziləri bizim ordumuz tərəfindən işğaldan azad edildi və Azərbaycan öz dövləti bütün ərazisində suverenliyini bərpa elədi. Bu çox böyük hadisədir. Dünyada səs salmış bir hadisədir və Azərbaycanın həm gücünü, həm Azərbaycan xalqının öz dövlətinə inamını və əsgərinə inamını göstərən bir hadisə oldu. Və bu xüsusi qeyd olunmalıdır və gələcəkdə də mənim fikrimcə həmişə qeyd olunacaq. Necə ki, bizim əsgərlərimizin qəhrəmanlığı haqqında hələlik o qədər də böyük romanlar yazılmasa da, yazıçılarımızın, şairlərimizin bir vəzifəsidir ki, onları tərənnüm eləsinlər, onların tarixin yaddaşında bədii formada saxlasınlar. Və o həmən qələbəyə aid bizim ordumuzun əldə etdiyi müvəffəqiyyətlərə aid eyni zamanda tarixi əsərlər yazılmalıdır. Bizim tarixçilər ona əsərlər həsr edilməlidirlər. Bunun tarixi əhəmiyyətini, dünya miqyasında əhəmiyyətini orada qeyd etməlidirlər. Təəssüf ki, hələ bu vəzifələr tam anlaşılmayıb və tam da yerinə yetirilməyib. Yəni bu da bizim tarixçilərimizin vəzifəsidir. Necə ki, ədəbiyyatçılarımızın da vəzifəsi var. Müəllimlərimizin vəzifəsi bunu bizim şagirdlərimizə, tələbələrimizə həmişə aşılamaq, onun yadında saxlamaq və beyində gəlməkdir ki, bizim ərazilərimizin azad olunması heç bir başqa dövlət tərəfindən, başqa təşkilat tərəfindən deyil, bizim öz dövlətimiz tərəfindən və öz dövlətimizin yaratdığı ordu tərəfindən icra olunub, həyata keçirilib. Və bu beyinlərdə qalmalıdır, bizim gənclərimiz də bu ruhda yetişməlidirlər. Ona görə də bu qələbənin ilk 5 illiyi bizim üçün çox böyük əhəmiyyətlidir və eyni zamanda bunun əhəmiyyəti bunun bazası ilə bağlıdır. Bazisi də bunun dövlətimizin müstəqilliyi və sonra dövlətimizin ilk konstitusiyasının qəbulu ilə bağlıdır. Bizim dövlətimizin müstəqilliyinin bərpa olunması 1991-ci il oktyabrın 18-də baş verdi. Çünki həmən vaxtı dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu və həmən akt əslində konstitusiyanı əvəz edən bir sənədi çevrildi. Ancaq eyni zamanda o zaman qarşımızda duran vəzifələrdən biri o ki, tezliklə yeni konstitusiya qəbul olunsun və həmən konstitusiyada yeni dövlətin, yeni yaranmış dövlətin bütün qanuni əsaslarını özündə müəyyənləşdirsin. Təəssüf ki, bu proses biraz uzun çəkdi. 95-ci ilə qədər uzandı yeni konstitusiyanın qəbul olunması
və bunların simvolik bir-biri ilə mənim fikrimcə əlaqəsi var bizim qələbəmizin də və konstitusiyanın da. Konstitusiya, yeni konstitusiya qəbul olunana qədər 1995-ci ildə biz hələ keçmiş SSR qanunları ilə işləyirdik və lazım olanda onların bəzilərini uyğunlaşdırırdıq, yeni dövrə uyğunlaşdırırdıq. Belə bir qərar qəbul olunmuşdu, belə bir forma qəbul olunmuşdu. Ancaq əslində isə yeni konstitusiya qəbul olunmalıdır və onun əsasında digər qanunlar ona uyğunlaşdırılmalıdır. Təəssüf ki, bu uzun müddət çəkdi, yəni 1995-ci ilə qədər çəkdi. Yeni konstitusiyanın qəbul olunması hələ uzandı. Və bu da bizim bir çox işlərimizdə maneçilik törədirdi və 1995-ci ildə isə axırı qərar qəbul olundu ki, bizim dövlət quruluşumuzu müəyyən edən, hökumət quruluşumuzu müəyyən edən bir əsas qanun, yəni konstitusiya qəbul olunsun. Və bu da 1995-ci ildə baş verdi və eyni zamanda da həmən il birinci dəfə parlament seçkiləri keçirildi. Yəni müstəqil dövlət olmamışdan qabaq hələ Sovet dövründə seçilmiş parlament deyilə bilməyəcək və deyilən bir Ali Sovet mövcud idi. Onun da müəyyən elədiyi bir milli məclis mövcud idi. O fəaliyyət göstərirdi və keçmiş qanunlar əsasında və yeni qanunlar əsasında yeni konstitusiyanın qəbul olunması və yeni parlamentin seçilməsi vacib idi. Niyə görə mən qələbəmizi də bu ilə əlaqələndirirəm? Biz keçmiş Sovet sistemindən ayrılmalıydıq. Yeni dünyaya uyğun konstitusiya qəbul edib, qanunlar qəbul etməliydik. Və eyni zamanda bizim ordumuz da keçmiş Sovet-Rus sistemindən ayrılmalıydı. Və bu da ağırlı çəkdi, uzun müddət çəkdi. Çünki bizim zabit heyətinin əksəriyyəti o vaxt Sovet dövründə yetişmiş insanlar idilər. Yeni dövrdə yetişən yeni təfəkkürü bizim zabit heyətinə, orta və yüksək zabit heyətinə ehtiyacımız var idi. Bu da zaman tələb edirdi və həmən sistemdən ayrılmağımızı tələb edirdi. Və 5 il bundan qabaq keçirilən əməliyyatlar, ondan qabaq isə aprel döyüşləri göstərdi ki, biz o sistemdən ayrılmalıyıq. Yeni sistemə uyğun hərbiçilərimiz bu qarşıda duran vəzifəni həyata keçirib torpaqları azad edə bilər. Keçmiş sistemə bağlı insanlar həmişə də tərəddüd içərisində idilər. Gözləri başqa yerdə idi, başqa yerə baxırdılar. Bizə isə lazım idi ki, başqa yerə yox, ancaq öz dövlətinə baxan, öz vəzifələrini yerinə yetirən milli ruhlu bizim zabitlərimiz və əskərlərimiz olsun. Və 5 il bundan əvvəl də onu missiyanı həyata keçirən insanlar artıq öz dövlətinə bağlı, öz dövlətində yetişmiş, hətta müstəqillik dövründə anadan olmuş bizim gənclərimiz oldular. Onlar həmən missiyanı yerinə yetirdilər, vəzifəni yerinə yetirdilər və bütün dünyaya da göstərdilər ki, Azərbaycan xalqı haqqında beynimizə yeritməyə çalışdıqları o tezislər əslində yalan tezislər idi ki, bunlar ordu qura bilməzlər, buna qabiliyyətləri yoxdur, bunlar heç bir şey yarada bilməzlər və bunlar ancaq hansısa bir böyük dövlətin himayəsində onun idarəsi altında ola bilərlər. Və həmən əskərlərimiz onu sübut edədilər ki, biz dövlət də qura bilirik, ordu da qura bilirik, öz ərazimizi həm müdafiə edə bilirik, həm də işğaldan da azad edə bilirik. Bu, böyük bir vəzifənin həyata keçməsi idi, böyük bir qələbə idi və bunun da mütəmadi olaraq qeyd olunması və hafizələrdə qalması vacibdir. Etibar bəy, siz çox incə və dövlətimiz, dövlətçilik, eləcə də millətimiz üçün çox önəmli məsələyə toxundunuz. Sizin də bildiyiniz kimi, Konstitusiyanın bəyan etdiyi niyyətlərdən biri kimi Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması qeyd olunur. Və sizin o 5 illik yubileyi qeyd etdiyiniz fikirlərdə də dönə-dönə vurğuladınız ki, 5 il bundan öncə əldə olunan zəfərlə Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi və suverenliyini də qovuşdu. Bax, bu vacib məqamın dövlətimiz üçün, millətimizin gələcəyi üçün, dövlətimizin gələcəyi üçün hansı vacib aspektləri özündə əks etdirir? Yəni, bu bizim gələcəyimiz üçün bir millət olaraq bizim üçün nə deməkdir? Çünki
44 günlük savaş bitəndən sonra antiterror əməliyyatları da oldu və Azərbaycan artıq uzun sürən fasilədən sonra öz dövlət ərazi bütövlüyünü tam bərpa etdi və suverenliyinə də qovuşdu. Bu bizim üçün, gələcəyimiz üçün nə deməkdir? Bu gələcək üçün Bir dövlət olaraq Azərbaycan üçün nə deməkdir? dövlət olaraq o deməkdir ki, bu dövlət artıq formalaşıb, mövcuddur və bu dövlətin kökləri var və bu dövlətin kökləri üzərində yetişmiş yeni bir nəsil var. Və bu da öz dövlətinə bağlı olan bir nəsildir və dövlətinə inamı olan bir nəsildir. Və bundan sonraki vəzifə isə həmən bu yaranmış dövlətin köklərini möhkəmləndirmək və onun üzərində yetişən insanların rifahını təmin etməkdən ibarətdir. Həm onun əskəri olsun, müəllimi olsun, həkimi olsun, polisi olsun, başqası olsun və bu insanlar burada rahat yaşamalıdırlar. Həmən inamı, inamsızlıq olan yerdə həmən rahatlığa yer olmur. Və bu qələbə həmən inamı yaradıb və bazisi yaradıb ki, onun üzərində biz inkişafımızı təmin edə bilək. Həm bir dövlət kimi özümüzü qorumalıyıq, bu heç bir vəzifədir, ancaq digər vəzifə isə vətəndaşımızı qorumalıyıq. Vətəndaşımızın rifahını təmin etməliyik. Bunun üçün də dövlətin vəzifəsi həmən şəraiti yaratmaqdan ibarətdir. Və mən qarşıda duran vəzifələri bunda görürəm. Yəni biz nə isə əldə edib, həmən o əldə etdiyimiz qələbəni təbii ki, qiymətini bilməliyik, onu hafizələrdə, yaddaşlarda saxlamalıyıq. Gənclərimiz bu bazada yetişməlidirlər. Ancaq təkcə bir məsələnin ətrafında elə gəzib dolaşıb, onu ilə fəxr edib başqa məsələləri yaddan çıxarsaq, o həmən əldə etdiyimiz qələbənin özü də əhəmiyyətini itirməyə başlayacaq. Sonraki vəzifə isə, əsas vəzifə rifah dövləti yaratmaqdan ibarətdir. Rifah dövləti nədir? İnsan öz dövlətində təhlükəsiz yaşamaq hüququnun təmin olunduğunu görsün. Sağlam yaşamaq hüququnun təmin olunduğunu görsün. Təhsil almaq hüququnun təmin olunduğunu görsün. Fikir azadlığını, sözünü demək hüququnun təmin olunduğunu görsün. Yəni bu, həmən rifah dövlətini yaratmaq bizim növbəti mərhələdə əsas vəzifəmizdir. Etibar bəy, müharibədən öncə, 44 günlük savaşdan öncə bir çox dövlətlər tərəfindən Azərbaycanda təhlükəsizliklə bağlı bəzən ikili yanaşmalarda, ikili standartlarda belə bir fikirlər irəli sürürdü ki, Azərbaycan təhlükəli ərazidir, orada münaqişə var və sərhədləri təhlükəlidir, ölkə, dövlət münaqişəyə cəlb olunub. Amma artıq o 5 il bundan əvvəlki məsələ bitib. Bu yeni dönəmdə bu yoxdur artıq. Yəni Azərbaycan artıq təhlükəsiz bir ərazidir və öz həmin münaqişə aradan qalxıb və artıq təhlükə yoxdur. Bu özü belə Azərbaycanın iqtisadi, siyasi əlaqələrini, beynəlxalq əlaqələrin qurulmasında çox önəmli məsələlərdən, faktorlardan biridir. Təbii, bu iqtisadiyyata mənfi təsir göstərən amillərdən biri idi. Yəni Azərbaycana investisiya yatırmaq istəyən böyük dövlətlər Azərbaycandan başqa xarakterli təminatlar tələb edirdilər. Məsələn, neft kontraktlarının olması üçün kontraktların qanun qüvvəsi almasını istəyirdilər. Hələ də bu indiyəcən davam edir. Birinci kontraktdan başlayaraq həmən kontraktlar göstərilirdi ki, Milli Məclisdə o təsdiq olunurdu, vaxt Ali Sovetdə, sonra isə parlamentdə və həmən qərarlarla həmən kontraktlar qanun qüvvəsi alırdı. Təminat üçün. Təminat üçün onu istəyirdilər. Hətta sonraki qanunların buna təsir imkanı da sıfıra indirilirdi ki, o sonraki başqa qəbul olunan qanunlar ona heç bir təsir edə bilməz. Çünki o təminatlar olmamış, bura investisiya yatırmaq istəmirdilər. Amma indi? Və təkcə neft sahəsində yox, digər sahələrdə də investisiyanın yatırılması üçün o dünyada dövlətlər zonaları bölünür və Azərbaycan təhlükəli zona hesab olunurdu. Yəni yüksək riskli zona hesab olunduğu üçün bura az yatırım var idi. Təbii ki, bundan başqa olan şərtlər də var. Yəni mülkiyyətin toxunulmazlığı məsələsidir. Bizdə o biraz problemdir.
kapitalın toxunulmazlığı məsələsidir. O sahədə də və inzibati müdaxilənin olmaması məsələsidir. Bu investisiyaların olması üçün gərək indi dövlət onları təmin eləsin ki, həm daxili kapital ortalığa çıxa bilsin, yəni öz vətəndaşımızın evdə döşəyi altında, balış altında saxladığı vəsaiti çıxardıb dövrəyə buraxa bilsin, qorxmasın. İkincisi isə xaricdən olan kapitalın Azərbaycana investisiya şəklində gəlməsinin təmin olunmasıdır. Bunlar hamısı dövlət tərəfindən təmin olunmalıdır. Həm qanunlarla təmin olunmalıdır, həm də praktikada təmin olunmalıdır. Dediyim kimi, bütün bunlar həmən rifah dövlətinin yaradılması üçün təminatlardan bir neçəsidir və çoxlu başqa şərtlər də var. Və bunun üçün də mənim fikrimcə hökumətin özünə də nəzarət formaları seçilməlidir. Çünki indi mənim fikrimcə bəlkə də yeni konstitusiya qəbul olunmalıdır bundan sonra. Çünki o dövrün şərtləri başqa idi, indi başqadır. Sizin 70 yaşınız tamam olur, yubileyinizdir. Biz sizi təbrik eləyirik, sizə can sağlığı arzuluyuruq və ilk təbrik eləyənlərdən olaq. Əgər etiraz etmirsinizsə, bizim izləyicimiz Etibar bəyi biraz daha yaxından tanısın. Özünüz haqqında biraz danışmağınızı, ailə üzvləriniz, evladlarınız haqqında, indi hazırda nə iş görürsünüz? Ötən müsahibədə kitab yazdığınızı demişdiniz. Kitabı bitirdinizmi? Yox, hələ tamamlamamışam. Hələ tamamlamamışsınız. Ümumiyyətlə, hazırda nə iş görürsünüz, nə ilə məşğulsunuz və özünüz, ailə üzvləriniz, evladlarınız haqqında əgər mümkünsə izləyicilərimizə məlumat verin, sizi biraz daha yaxından tanısınlar. Belə özüm haqqında nə deyə bilərəm, bu Bakıdan olmuşam, 20 nömrəli məktəbi bitirmişəm, sonra Universitetin Tarix Fakültəsində oxumuşam, oradan bitirmişəm, sonra da həmən fakültədə işləmişəm və orada da aspiranturaya qəbul olunub, sonra dissertasiya müdafiə edib, tarix elmləri namizədi elm adında almışam. Və təəssüf ki, sonraki hadisələr məni siyasətə cəlb etdi. Yəni, mənim özümdən asılı olmayaraq, ümumi yaranmış şərait siyasi sahədə fəaliyyət göstərməyə artıq bir milli vəzifəyə çevirdi bizim ziyalılar üçün. Mən də onların içərisində bu proseslərə qoşulmalı oldum və siyasi fəaliyyətə başladım və təəssüf edirəm ki, sonra pedaqoji fəaliyyətdən uzaqlaşdım. Yəni, uzaqlaşmağımın da səbəbi o idi ki, o zaman mən qanunları sevən və qanuna riayət edən bir insanam. O zaman Milli Məclis formalaşanda qərar qəbul olundu ki, ora Milli Məclisin üzvlərinin daimi iş yeri olsun, başqa yerdə işləməsinlər. Mən də bu qanuna riayət edərək pedaqoji fəaliyyətdən kənarlaşdınız. Pedaqoji fəaliyyəti dayandırdım və bu fəaliyyəti davam etdirdim. Ancaq təəssüf ki, bir çoxları bir neçə vəzifədə qalmaqda davam elədilər. Əslində isə mənim sonraki deputatlıq dövrü başa çatandan sonra da bir çox inzibati və siyasi maneələr oldu ki, təzədən pedaqoji fəaliyyətimi davam etdirə bilmədim. Bunun da səbəblərindən biri də o idi ki, mənim ixtisas sahəm tarix olduğu üçün siyasi elmlərə aiddir və ona görə də fərqli fikirli bir insanların bu sahədə tələbələrlə kontaktı bəzilərinin xoşuna gəlmirdi. Və artıq davam eləmədiniz. Davam eləmədim pedaqoji fəaliyyəti və siyasi fəaliyyət davam etdi və 2005-ci ilə qədər, 2004-cü ilin sonunda mən siyasi fəaliyyətdən də uzaqlaşdığımı elan elədim və partiyada da fəxri lider olaraq qaldım. Təbii ki, uzaqdan müşahidə edirəm, baxıram, lazım olanda məsləhətlər də verirəm, ancaq fikrim odur ki, məndən sonraki nəsil, cavanlar bu işi davam elətdirsinlər. Özüm isə
necə deyirlər, yaşıma uyğun olaraq Nə iş görürsüz? hə? Nə iş görürsüz? Hansı fəaliyyətlə məşğulsuz? Kitab yazırsınız, onu bildim. Hə. Kitab üzərində Hə, çalışırsınız. başqa elə bir fəaliyyət sahəsi yoxdur. Evladlarınızla bağlı. Neçə evladınız var? Övladlarım, 3 Etibar? övladım var. Böyüyü qızdır. Qızım həkimdir. İndi hal-hazırda Ankara'da Qazi Universitetinin xəstəxanasında Çalışır. çalışır. Çünki buradakı təhsil alandan sonra o Türkiyəyə göndərildi. Uzmanlıq almaq üçün uzmanlıq da alıb. Artıq elmi fəaliyyətə də orada davam elətdirir və endokrinoloq, metabolizm uzmanı. Metabolizm uzmanı. hə. Digər evladlarınız bəs? Bu oğlum, böyük oğlum İqtisad Universitetini bitirib, o da indi özəl sahədə çalışır. Kiçik oğlum isə George Washington Universitetinin magistraturasını bitirib və Hansı ixtisas üzrə? Political Management. Yəni Sizin siyasi- yolunuzu Hə. davam eləyən Kiçik Kiçik ola oğlunuz bilər, da, ancaq ola ki bilər. orada yəni birinci ixtisası olub, siyasi quruculuq, siyasi idarəçilik belə demək olarsa ixtisası üzrə, digər ixtisası isə Ceneva biznes məktəbində alıb, iqtisadi sahə üzrə, iqtisadi idarəçilik sahəsi üzrə. evladlarınızın heç biri siyasi fəaliyyətlə məşğul deyil. Yəni sizin yolunuzu davam eləmirlər. Hə, onların hərəsinin öz sahəsi yolu var. var. Təbii ki, siyasi mövqeləri də var, siyasi maraqları da var. Ancaq mən istəyirəm ki, ixtisaslaşma daha dərin olsun, öz seçdikləri sahə üzrə daha dərin biliklərə malik olsunlar və daha yaxşı nəticələr Daha göstərə yaxşı bilsinlər. kadrlar olsunlar. Ümumiyyətlə evladlarınızın istər təhsili, istərsə də fəaliyyətini, istiqamətini seçəndə onlara müdaxilə etdinizmi bir ata Yox, kimi, yoxsa məsləhət özləri görmüşəm. müstəqil Məsləhət seçdilər? görmüşəm. Hansı sahəni seçə bilərlər. Ancaq ki, müdaxilə etmək istəməmişəm. Çünki müdaxilə edəndə sonra ürəyində qalır ki, sən falan vaxtı bizi Seçimimi məcbur ora etməyə göndərdin. izin vermədin. Xanımınız nə işlə məşğuldur? Xanım da o da tarixçidir, tarix fakültəsinin məzunudur universitetin. Sizinlə birgə oxuyub. Yox, Yoxsa? məndən çox sonra oxuyub. Mən orada işləyəndə o tələbə idi. O da məktəbi qızıl medalla bitirib və tarix fakültəsində fərqlənmə diplomu ilə bitirib və orta məktəbdə uzun müddət müəllim işlədi və bir neçə il olar ki, o da təqaüd yaşı çatmayıb hələ, ancaq pedaqoji fəaliyyətini dayandırıb. Etibar bəy, ümumiyyətlə ailədə avtoritar bir insansınız, yoxsa daha demokratik, daha açıq düşüncəli, yəni bayaq sizə sual verdim ki, evladlarınızın seçim etməsində müdaxiləniz olubmu? Bəzən valideynlər evladları üzərində istər ailə quranda, istər təhsil seçəndə, istər işlə bağlı, işləməyə başlayanda çox ciddi müdaxilələr olur gənclərimizə. Siz necə atasınız? Yəni istəyir onların təhsili olsun, istəyir onların işləmək istiqaməti olsun, istəyir onların yaşamaq istəyi olsun. Məsələn, elə gənclərimiz var Azərbaycanda yaşamaq istəyirlər, elə gənclərimiz var xaricdə yaşamaq istəyirlər. Siz necə atasınız? Onlara hansı formada istiqamət verirsiniz? Necə müdaxilə eləyirsiniz onların seçimlərinə? Yox, böhran, krizis yarananda təbii ki, mən müdaxilə eləmək mənim vəzifəmdir. Ancaq özləri sərbəst seçməlidirlər öz yollarını. Necə ki, özləri də sərbəst yollarını seçiblər. Mən ancaq məsləhət verə bilərəm. Məsələn, qızıma heç məsləhət də verməyə ehtiyac qalmadı. Çünki o da fərqlənmə diplomu ilə bitirmişdi Tibb Universitetini və buradan da bizdən ən yaxşı oxuyan tələbələrlə bir yerdə uzmanlığa göndərilmişdi və sonra sahəni də özü seçdi, hansı sahəni istəyir və mən onu müdaxilə də edə bilmərəm. Lazım olanda, məsələn, o
kömək eləmək lazım olanda, məsələn, bir dəfə o elə bir çətinlik yaranmışdı, buradan gedən tələbələrin diplom alması ilə bağlı. Yəni bu artıq Türkiyədə hökumət səviyyəsində həll olunmalı idi. Onda biz məcburən bizim hökumət resurslarının da köməkliyi ilə o məsələ həll olundu. Başqa vaxt isə heç kömək üçün müraciət etməyə də ehtiyac olmur və onun kimi çoxlu gənclərimiz var ki, Azərbaycandan kənarda yaxşı ixtisas alırlar, yaxşı yetişirlər. Onların bir problemi var ki, onlar gəlib qayıdıb Azərbaycanda səviyyələrinə uyğun işlə təmin oluna bilmirlər. Etibar bəy, evlatlarınızdan razısınız? Yəni bunu ümumi tam olaraq deyirəm. Çox razıyam. Sizi bir ata kimi onda təbrik eləmək olar. Adətən belə bir deyim var. Deyirlər ki, atanın, ananın dövlətinə və millətinə, cəmiyyətinə verəcəyi ən böyük töhfələrdən biri ailəsində doğru vətəndaş yetişdirməkdir. Siz üç Azərbaycan vətəndaşı yetişdirmisiniz, həm dövlətimiz, millətimiz və cəmiyyət üçün. Azərbaycan gənclərinə tövsiyələrinizi, məsləhətlərinizi eşitmək istərdik. Bu gənclərimiz çox böyük nəticələr əldə edə bilən gənclərdir. Mən bu fikirdəyəm. Təkcə elə dediyim kimi o 5 il bundan qabaq əldə olunan qələbə, zəfər gənclərimizin əməyinin nəticəsidir. Düzdür, onları idarə edənlər həmən o şəraiti yaradan, onları hazırlayan təbəqə ayrıdır. Ancaq bunu həyata keçirən bu gənclərimiz olub. Və onlara olan ümidləri onlar doğruldublar. Və bizim gənclərimiz də dediyim kimi çox bacarıqlıdırlar. Mən bir müəllim kimi çox müqayisə eləmişəm. Bir çox ölkələrin gəncləri ilə götürmə baxımından və tez uyğunlaşma baxımından bizim gənclərimiz çox yaxşı yetişirlər. Sadəcə onların ümidlərini doğrultmaq lazımdır. Onlar bu dövlətdə yaşamaq istəyirlər, bu dövlətə xidmət etmək istəyirlər və burada da öz imkanları daxilində bacarıqlarını, nəticəsini görmək istəyirlər. Xaricdə bir çox böyük şirkətlərdə işləyən bizim gənclərimiz var. Çox yaxşı da nəticələr göstərirlər. Onları gətirib burada işlədəndə bu şəraitdə onlar öz qabiliyyətlərini göstərə bilmirlər. Çünki həmən münbit şərait olmalıdır ki, onlar qabiliyyətlərini göstərə bilsinlər. Və bizim gənclərimizə arzum odur ki, onlar hamısı qayıdıb öz vətənlərində xidmət eləsinlər, burada işləsinlər. Ancaq eyni zamanda gənclərə tövsiyəmdən başqa böyüklərə də fikrim odur ki, onlar da bu gənclər üçün bu şəraiti yaratsınlar. Onların qarşısını kəsməsinlər. Və bəzən elə yaranır ki, çox perspektivli gənclərin qarşısı belə balta ilə vurulur ki, gəlib kiminsə yerini tuta bilər. Əksinə şərait yaradılmalıdır ki, bunlar inkişaf eləsinlər, münbit şəraitdə də həmən cəmiyyətə töhfə verə bilsinlər. Əlbəttə ki, bunlar cəmiyyətin içərisindədirlər. Cəmiyyət üçün bunlar yetişirlər və dövlət üçün yetişirlər. Dövlətin də bütün gücü həmən gənclərdə, gələcək gücü gənclərdədir. Biz bunların gözü qıpıq eləsək, heç bir şeyə müdaxilə eləməyən, heç bir şey haqqında fikir bildirməyən insanlar olanda, onda kənardan müdaxilə olacaq, onların fikrini kənardan formalaşdıracaqlar. Özlərinin fikrinin formalaşmasına icazə verməyəcəklər. Ona görə də bunlara haqqında mənim fikrimcə düşünməyə dəyər. İndi mən düzdür, bu proseslərə müdaxilə eləmirəm. Ancaq fikrimi bildirmək mənim borcumdur. Etibar bəy, sizə təşəkkür edirik. Studiyamıza gəldiyiniz üçün və çox maraqlı söhbət üçün sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, mən də sizə təşəkkür edirəm və bu gözəl fəaliyyətinizdə orada razı edirəm. Siz həm texniki baxımdan çox yüksək səviyyəli bir studiya yaratmışsınız, həm də bu studiyaya layiq peşəkar səviyyədə bu verilişləri də aparırsınız. Təşəkkür edirəm. Mən təşəkkür edirəm və son olaraq bir daha sizi 70 illik yubileyiniz münasibətilə TV1 adından, izləyicilərimiz adından sizə təbrik edirik və sizə can sağlığı arzuluyuruq. Çox sağ olun, təşəkkür edirəm. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, studiyamızın bugünkü qonağı AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov idi. Sağ olun, sağlıqla qalın.